Salam əziz şagirdlər. Bugünkü dərsimiz 6-cı sinif 2-ci hissə dərsliyindən səhifə 101-də yerləşən moda və median dərsidir. Dərsin əvvəlcə izah hissəsinə keçək. Nədir moda və nədir median? Deməli, moda hər hansı bir ədədlər sırasında ən çox təkrarlanan ədədi göstərir. Nə deməkdir bu? Yəni, məsələn, bir sıra yazıram. Özümdən bir neçə ədəd yazıram. 3, 6, 4, 4, 10, 5, 4, 8. Məsələn, bu ədədlərin içində ən çox təkrarlanan ədəd neçədir? 4-dür də, düzdür. Deməli, bu ədəd bizim modamızdır. Buradan yerləşir ki, moda 4-dür. Moda nə deməkdir? Hamıda gördüyümüz şeyə biz moda deyirik də. Yəni, çox adamın istifadə etdiyi, dəbdə olan. Riyaziyyatda da moda eyni anlayışı verir. Yəni, hansı ədədi biz çox görürük, hansı ədəddən çox yerləşib? Bu modadır. Aydındır mı? Modanı tapmaq rahatdır. İndi gəldik mediana. Burada, baxın, ədədlər bir artır, bir azalır, artır, sonra yenə azalır, azalır, artır. Bizdə modanı tapmaq üçün şərt yoxdur ki, bu azalsın sıra və yaxud da ki, artsın. Amma medianı tapmaq üçün bizim birinci işimiz median üçün median. Birinci işimiz ədədləri kiçikdən böyüyə doğru düzməliyik. Böyüyə. Ondan sonra ikinci, sıranı tən ortadan bölən həddə median deyirik. Sıranı ortadan bölən. Gəlin elə həmin o sıra üzərində nümunə verin. Bunu ardıcıl düzsək, bax buradakı bu sıranı düzsək. Birinci 3'ü yazaram. Bax buradan söhbət gedir. Sonra 4, bir dənə də 4, sonra bir dənə də 4 var. 4'dən sonra 5'i yazaram, sonra 6'nı yazaram. Sonra 3'ü yazdım, 4'ü yazdım. Qaldı 8 və 10. Aha, indi neçədən ədəd var? 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxın, bu bunu apardı, bu bunu apardı, bu bunu apardı. Ortaya 2 dənə ədəd qaldı. 2 dənə ədəd qalanda median tapmaq üçün ədədi ortasını tapırıq. 4 ilə 5'i toplayıb 2'yə bölürük. 4,5. Amma bir dənə ədəd qalsaydı, deyəcək ki, o özü mediandır. Qoy bir dənə də sıra yazdım. Məsələn, yazıram 2, 7, 9, 10, 11. Məsələn, 13. Baxın, neçədən ədəd var? 5 dənə ədəd var da. Və bunlar hamısı qarşısında ədəd var. Düzdürmü? Bu amma sıranı tən ortadan bölür. Yəni ki, bu sıranın ortasında yerləşir. Ona görə burada median 9'dur. Yuxarıdakı sırada niyə olmadı? Daha doğrusu, burada da 3 ədəd qaldı. Burada da 3 ədəd qaldı. Burada sonda, ortada 2 ədəd qalır deyə biz bunu hansını götürək bəs? Heç birini götürməmək üçün onların ədəd ortasını götürürük. 4 ilə 5'i toplayıb 2'yə bölürük. Əgər sırada cüt ədəd varsa, onları toplayıb yarıya bölürük, yarısını. Yox, əgər tək ədəd varsa, elə birbaşa özünü götürürük. Yəni, bax, bu 9 tək idi, ona görə elə birbaşa 9. Elə özü yazaq ki, belə yazaq da. 9 yazmayaq, özünü. Tək ədəd olarsa özünü, cüt ədəd olarsa ortada ikisini də. Bu bizim qayda hissəsi idi. İndi gəlin baxaq. Deməli, misal 1-dən başlayaq. Verilən ədədlərin medianını tapın. Çaşmayın, bax, dərhal ortadakini götürsəz, səhv olar. Birinci sıranı ardıcıl düzməlisiniz. A variantı. Hardan başlayayım? 2, 3, 8. İndi baxıram, ortada nədir? 3'dür. 3 dənə ədəd var, ortası elə ikinci ədəd olacaq. B variantı. Baxın, 7, 6, 9, 11. Ən kiçiyi 6'dır, virgül 7, virgül 9, virgül 11. Ortada nə düşür? Aha, ortada indi baxın 2 ədəd var. Bu bundan getsə, qalır 2 ədəd. İndi biz 2 ədəd olanda nə dedik? Dedik 7 ilə 9'u toplayıb 2'yə bölürük. 16, 16'nın da yarısı 8. Da bizim ədəd orta yox, medianımız 8 oldu. Üçüncü C variantı. Aha, burada 5 ədəd var. 21'dən başlayırıq. Ən kiçiyimiz 21'dir. Sonra 32 gələr. Sonra 42 gələr. 53, 65. İndi 5 ədədin o ədəd orta nə idi? Medianı nə olar? Deməli, ortadakı 3-cü ədəd olacaq. D variantı. Deməli,
25, 35. Demək 25 virgül. Sonra gələr 35. 35, bir dənə də 35 var. Bu da getdi. Qaldı 75 virgül 82. Yenə 5 ədəd var. Ədədin ortası hara düşəcək? 35'in üzərinə. Gəldik Y variantı. 18. Sonra 91'e düşər. Yox, 73 qalır. 73. Oy, səhv 73. Sonra 91. Sonra 134. Sonra 143. Deyin görün median nədir? Fikirləşin. 91. Elə bil ki 91 dediyinizdə eşidirəm. F variantı. Neyinirik? Hardan başlayırıq? 1, 23. 23'dən sonra nə gəlir uşaqlar? 45. Sonra 64. Niyə üstündən xətt çəkirəm? Sonra fikrimiz qarışmasın. Həmin ədədi görməyək deyə üstündən xətt çəkin. 93. Sonra bir dənə də 93'ümüz var. Bir dənə də 101'imiz var. İndi burada 6 dənə ədəd var axı. Ona görə 3-cü və 4-cü ədəd ikisi birlikdə modanın təşkil eləyəcək. İndi 2 dənə ədəd olanda dedik nə edirik? Toplayırıq 64 ilə 93'ü və bölürük 2'yə. 157. 157'ni də yarıya böləndə 70, 150, 14'ün içində 2 dəfə 7, 16'ın içində də 78. 78 tam onda 5 eləyəcək. Geçdik G'yə. Aha, hardan başlayaq? Ən kiçiyimiz 28 virgül 44 virgül 44'ten sonra 63 virgül 83, bir dənə də 83, bir dənə də 95 yerləşirmi? Yerləşmədi. İndi yenə 6 ədəd var. 3-cü və 4-cü ədədi götürəcəyik. Amma 2 dənə ədəd qaldığı üçün ortaya toplayıb yarıya böləcəm. O da eləyir 146. 2'də böləndə 73. Haşada özünüz işləyərsiniz. Eyni gedir. Yoruldum. Aha. İndi keçək 2'yə. O da sizin sərbəst tapşırığınız olsun. Kəmiyyətin aldığı qiymətlərə görə onların medianını tapın. Basketbol komandasında üzvlərin boyları. Deməli, bax bizə lazımlı məlumat budur. Uy, hamısını ağartdı. Belə deyək, buradan. Baxaq, 189'dan ta ki bura qədər. Ən kiçiyim, ardıcıl veribdi. Ardıcıl veribsə birbaşa üstündə işləmək olar. 1, 2, 3, 4, 5, 6 dənə məlumatımız var. Ona görə biz 3 ilə 4'ü birlikdə götürəcəyik. Onda A variantı. Dedik ortada 2 dənə şey qalanda nə edirdik? Toplayıb yarıya bölürük. Onda verəcək 191, 381. Onda yarısı verəcək. O da dedi median, hə median deyir. 190 tam, onda 5. Bu oldu A variantı. Geçtim B variantına. Sınavda şagirdlərin topladığı ballar. Burada artıq ardıcılıqla verməyib. Diqqət. Birinci başlayar, ən aşağı alan 48'dir. Sonra gəlib 63, yox 53 virgül 63 virgül 64 virgül 75 virgül 86 virgül 96. 7 dənə məlumat var mı? 1, 2, 3, 4, 5. 7 dənə məlumat var. İndi 7 dənə məlumat varsa ortaya düşən 4-cü olacaq. Bu da belə. Oldu 64. C variantı. Bazaya gətirilən qabların ölçüsü 3,1, 3,5. Silim bunu üstünü görə bilmirəm. Aha, ən kiçik neçədir? Bu litrlər rəqəmlərə oxşuyur.
ayırsaq nə qədər qabı var burada, vay vay. 3,4. En kiçiyi 1,5 gördüm burada. En kiçiyimiz 1,5'ti. Virgül. Sonra geldi 1,8. Bak bu getdi. Bu getdi. Bu getdi. 1,8'den sonra gələr 2,1. Sonra gələr 2,2. 2,2. Sonra gələr 2,4. 2,4. Sonra gələr 2,8. Sonra gələr 3. Sonra gələr 3,1. Sonra gələr 3,4. Sonra gələr 3,5. İndi neçədən ədəd var? Gəlin ədədləri sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə ədəd varsa 5-ci və 6-cı ədədi bir yerdə götürməliyik. İndi 1, 1, 2, 3, 4. Buradan da arxadan da 4 ədəd siləndə belə olur. Baxın, ortaya qalan ədədlər bunlardır. Nə dedik? Dedik ki, bunları toplayıb yarıya bölürük. 2,4 üstə gəl 2,8 bölünsün 2. O da eləyir 4. 5,2 bölü 2, yəni 2,6 litr. Geçək 3-cü suala. Nömrə 3. Diaqramda şagirdlərin yay tətilində oxuduqları kitabın sayı verib. Kimin oxuduğu kitabın sayı ən çoxdur? Kim heç bir kitab oxumadı? Ədəd ortasını tapın, mənasını izah edin. Medianını tapın və mənasını izah edin. Gəlin baxaq. Aynur neçə kitab oxuyub? Aynur oxuyub 6 kitab. Samir oxuyub 2 kitab. Lalə oxuyub 4 kitab, yox 3 kitab. Sonra Səbinə oxuyub. Səbinənin adını qısa yazdıq. Səbinə oxuyub 1 kitab. Elxan oxuyub heç kitab. Elxan tənbəl olub. Elxan 0 kitab. Anar oxuyub 5 kitab. Yaxşı. İndi bizə deyir ki, kimin oxuduğu kitabın ən çoxdur? Təbii ki, A variantı, yəni birinci sual belə deyək. Aynur ən çox oxuyub. B. Kim heç bir kitab oxumadı? Heç kitab oxumayan kimdir? Qabağında sarı yanmayan, yəni Elxan. Digər adı ilə tənbəl Elxan. C variantı verilənlərin ədəd ortasını tapın. Yaxşı, gəlin ədəd ortasını tapaq. 6, üstə gəl 2, üstə gəl 3, üstə gəl 1, üstə gəl 0, üstə gəl 5. Bölürəm neçəyə? Neçə şagirddən söhbət gedir? 6 şagirddən də ona görə bölürəm 6-ya. Birdən fikirləşərsiniz ki, Elxan yoxdur deyə Elxanı toplamayaq. Xeyr. Əgər Elxanın adı bu siyahıda varsa, mütləq ki toplanmalıdır. 0 belə olsa, yenə də toplanacaq. 6 üstə 2, 8, 3 gəldi 11, 14, 19. Eləyir 19. 19 bölünsün 6. 6, o da eləyir 3,6'da 1. Yəni təqribən 6'da 1 kitab yoxdur da, təqribən 3 kitab belə desək. Hər adam təqribən 3 kitab oxuyub. Bunun mənası nə deməkdir? Bunun mənası odur ki, hər bir uşaq ortalama 3 dənə kitab ən azından oxuyubdur. Biz məsələn bunların oxuduqları kitabı birləşdirib hamıya bölmək istəsək, hər adama azı 3 kitab düşəcək. Bunun mənası bu deməkdir. İndi deyir ki, verilənlərin medianı tapın. Yaxşı, gəldik mediana. Medianı tapmaq üçün birinci dedik ki, ardıcıl düzməliyik. Ən kiçiyimiz 0'dır. Sonra bir 1'imiz var. Sonra bir 2'miz var. Sonra bir 3'ümüz var. Sonra bir 5'imiz, bir də 6'mız var. Yenə 6 ədəd varsa ortaya nə düşəcək? Bundan bu düşəcək də. Toplayıb yarıya bölürük. 2 ilə 3'ü toplayıram. 5. Yarıya da bölürəm. 2 yarım. Bu nə deməkdir? Yəni ki, ədədlərin simmetriya, medianla ədədi ortanın fərqi odur ki, median sıranı simmetrik bölür. Ədədi ortası isə hər rəqəmlərin cəmini verir. Aydındır mı? Yəni ortalama qiymətdir. Bu isə daha çox simmetrik qiymətdir. Yəni ədədlər nəyə yaxındır? Ədədlərin hamısı 2,5'ə yaxındır. Median onu göstərir. Bu da medianla bağlı son çalışmamız. Buradan o tərəfə moda gəlir. Modanın da mən sizə qaydasını başlayanda dedim. Moda nədir? Ən
çox təkrarlanan. Bu asandır. Burada ən çox nəyi təkrarlayırıqsa, o bizim modamız olacaq. Getdik. Hardan başlayıb otalım? 4-dən. Niyə 4-dən? Hə, 3-ə qədər moda idi. İndi gəlin baxaq. A variantı. Verilən ədədlərin modasını tapın. Burada moda varmı? Xeyr. Ona görə bu ədədlərin hamısı moda sayılır. Hə, bir də onu deyim. Əgər ədədlərin hərəsindən eyni miqdardadırsa, bunlar moda, elə moda sayılır. Yəni burada artıq 12 də modadır, 13 də modadır, 15. Ay yox, burada hə var, ən çox təkrarlanan var imiş. Ən çox nə var? 12 var da, düzdür? Elə bildim hərəsindən eyni qədərdir. Deməli bunun modası 12-dir. Gəldik bura. 24-dən 3 dənədir. Baxın 24, 24 və 24. Bunun modası 24-dür. Üçüncü 11, 1, bax, aha. 11-dən 3 dənədir. 13-dən də 3 dənədir. Amma 15-dən 2 dənədir. 15-dən deməli 11 də 3 dənədir, 13 də 3 dənədir deyə bu 2 modalı sayılır. Yəni həm 11, həm 13 modadır. Moda. 2 dənə modamız var. 5, 7, 6, 3. Burada da moda yoxdur. Yəni hərəsi, yəni hamısı moda sayılır da, elə bil ki, eyni qədərdir çünki. Gəldik ki, verilən ədədlər üçün həm median, həm moda və ədədi ortanı tapın. A variantı nömrə 5. A variantı. Birinci sıranı ardıcıl düzək. 2 dənə 2 var. 2, 2, 3, 5, 8. İndi hər şeyi daha rahat görəcəyik. Moda, ən çox təkrarlanan nə var? 2 çoxdur da, 2 modadır. Median, sıranı ortadan bölən nədir? Baxın, elə bil ki, simmetriyadır da. 3-dən sonra da 2 rəqəm var. Sağda da, əvvəldə. 3 bizim medianımızdır. Gəldi ədədi orta. Ədədi orta. Toplayaq. 2, 2, 4. 4 üstə 3, 7. 7 üstə 5, 12. 12 üstə 8, 20. 20-ni bölək 5 ədədə olsun 4. Bu da bizim ədədi ortamızdır. Hər misal üçün qeyd elədik. Moda ən çox təkrarlanan, median sıranı ortadan bölən, ədədi orta isə toplayıb sayına bölürük. B variantı. Yenə ardıcıl düzək. 1, 3, bir dənə də 3 və virgül 4. Gəldik moda. Moda. Ən çox nə var uşaqlar? 3 var. Moda 3. Median. Median. Baxın, burada sıranın ortasına 2 ədəd düşür axı. Sıranın ortasına neçə ədəd düşür? 2 ədəd. Ona görə toplayıb yarıya bölür. 3 üstə gəl 3, 6. 2 də böləndə 3. Gəldi ədədi orta. Ədədi orta. Toplasam 1 üstə 3, 4. 4 üstə 3, 7. 7 üstə 4, 11. 11'i bölsəm 4'ə eləyəcək 3 tam %75. Bu da eləyir ədədi ortamız. Aha, C variantına baxırıq. Deməli, yenə ardıcıl düzək. 3, elə bu ardıcıl da əslində. 10, 10, 12, 12, 13. Moda, M-O-D-A. Baxın, burada 2 dənə təkrarlanan var. Onlarda 2 dəfədir, 12-dən də 2 dənədir. Ona görə həm 10, həm 12 moda sayılacaq. Median, median. Medianımız ortadan böləndir. Deməli, 10 və 12-nin yarısı. 10 plus 12 böl 2, 22, 2'ye də böləndə 11. Gəldi ədədi orta, ədədi orta. Ədədi ortada toplayıb sayına bölməkdir. 3, 10. 13, 23. Bax, bunlar 20 eləyir. Bunlar da 24 eləyir. 44 verdi. 47. 47. Üstə də 13 gələndə 60. 60. Neçədən ədəd var idi? 6 ədəd yoxdur. Bölürəm 6'ya. Bu da eləyir 10. Bu da olur ədəd ortası. 24, 37, hə, 57, 60 düzdür. Sonra gəldik D variantına. İndi baxaq görək nələr var burada. 5, 14, 14, 15, 16, 20. Yenə modamız. Ən çox təkrarlanan nə var uşaqlar? 14, 14. Ən çox təkrarlanan budur. Median, sıranı ortadan bölən.
Sıranı ortadan bölən yenə 2-dən ədəd düşür. 14 üstə gəl 15 bölürəm 2-yə. 29-u 2-yə bölün. 29-u 2-yə böləndə 14,5. Qaldı ədədi orta. Ədədi orta bərabərdir. Toplayaq, sayına bölək. İndi 5-in üstünə 14 gəlirəm. 28 üstünə də 20 gəlirəm. 84. İndi neçə ədəd var yenə də? 1, 2, 3, 4, 6 ədədi var. 84-ü 6-ya böləndə 14 dəfə düşür. Bu da oldu ədədi ortası. Uşaqlar, D-yə qədər yazdım. Eynidir. Çox asandır deyə bunları özünüz yazın. İndi keçək nömrə 6-ya. Nömrə 6. Verilən ədədlərin ədəd ortası, median və modasını tapın. Onları müqayisə edin. Yenə də 5-ci çalışma ilə eyni şeydir. Səhifə neçədir bu? 103. Yenə də izah eləyək də. Buradan da çox variant izah eləməyəcəm. Bir-ikisini izah eləyək. A-sı asandır, daha uzun olanındır. Ən yaxşı C-ni yazaq. C-si. Daha çox misal işləmək istəyirəm. Ona görə asanları özünüz sərbəst yazın. Yaxşı, birinci ardıcıl düzək 16, ən kiçik ədədimiz 16-dır. 16, vergül, 16-dan bir dənə də var, uşaqlar birində yazıram. Sonra 17, 17-dən bir dənədir. Sonra 24, 24, 2 dənə 24, yox 24-dən əvvəl 23 var. 23, 23, 23, sonra 23'ten ben niye 2 tane yazdım? 23'ten bir tanedir. 23'ten bir tanedir. Sonra 2 tane 24'ümüz var. 24 virgül bir tane de 24. Sonra 24 yazdık mı? Sonra 34. Sonra 46. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8. Hə, unutma. Bunu belə eləyirəm ki, unutmayaq. İndi başladıq. Moda. Uşaqlar, təkrarlanan nə görürsünüz? Baxın, 16-dan 2 dənədir. 24-dən də 2 dənədir. Ona görə artıq burada bu 2 modalı sayılır. 16-da moda sayırıq, 24-ü də. Median. Median nədir? Ortaya düşəndə 8 ədəd varsa 4-cü və 5-ci ortaya ikisi düşür. İndi biz də onları toplayıb yarıya bölürük. 23 ilə 24'ün yarısı 23,5 verəcək. Gəldik. Nədir adı? Moda median, bir də ədədi orta. Ədədi ortada da nə edirik? Nə edirdik? Toplayaq. İndi və sayına bölək. 16 üstə gəl 24 üstə gəl 46 üstə gəl 40 üstə gəl 57 üstə gəl 17. Yəni toplayıb mən yazıram arada. 200. 200 ədədimiz var. Daha doğrusu cəmi 200 eləyir. Və 8 ədədimiz var. Böləndə eləyir 25. Bizə belə deyir, müqayisə eləyin. Uşaqlar, modamız 16 və 24'dür. Medianımız 23'dür. Ədədi ortamız 25'dir. Ən böyüyümüz nədir? Ən böyüyümüz ədədi ortadır. Ədədi orta. Sonra gəlir deməli median. Median niyə bundan böyük götürdüm? Əslində modanın birindən böyükdür, birindən kiçikdir. Ədədi orta, sonra gəlir 24, sonra gəlir bu 23,5, yəni median. Sonra gəlir modanın o birisi, yəni 16. Bunun B'si ilə A'sı asandır bundan, daha az rəqəmdir və hər bir şeyi eyni gedir. Sıranı ardıcıl düzün, sonra modasının, medianın ədədi ortasını tapın. Gəldik məsələ 7-yə, nömrə 7. Bizə deyir ki, basketbolçu son 7 oyunda bu xalları topladı. Bu oyunlarda toplamış orta bal nə qədərdir? Gəlin baxaq. Bir yolluq ardıcıl düzək. Onsuz da biz bu ardıcılığı medianı istəyəcəkdir, düzəcəyik. Ən kiçik gəlir 12. Sonra gəlir 15. Sonra gəlir 19. Sonra gəlir 23. Sonra gəlir 24, sonra gəlir 25 və nəhayət 29. 7 ədəd var. Gəlin bunları ədədi orta üçün A variantında ədədi orta istəyir.
nə etməliyik? Toplayaq. Toplayanda 12 ilə 15 27, üstünə 19 gəlirik, üstünə 23 gəlirik, üstünə 24 ilə 25-i gəlirik və nəticədə 147 edir. İndi bu bizim neçə günlük yarışımızın cavabıdır? 7 oyunumuzun yarışıdır da, ona görə 7-yə bölürük. O da eləyir 21. Bu oldu birinci sual. B variantında deyir ki, toplanmış ədədin medianı neçədir? 7 ədəddən ibarət sırada neçə olacaq? Ortada gələn 4-cü olacaq da, düzdür? 4-cü də tək olduğuna görə birbaşa median götürürük. Bu nə idi? Median. Median. C variantı. Basketbolcu növbəti oyunda 34 bal toplasa bu ədədlər yığımının medianı yoxsa modası dəyişər. Modası dəyişməsi üçün uşaqlar, burada moda neçədir? Heç burada moda yoxdur da, düzdür? 19, 24, 15, 12. Hə, heç burada moda yoxdur. Yəni modanın dəyişmə ehtimalı ona görə yoxdur. Moda dəyişməz. Amma artıq sıraya bir nəfər adam gəlir. Axı elə bil ki, burada artıq bir dənə 34 də olacaq da, düzdür? Onda təbii ki, median dəyişər. Niyə? Çünki biz 2 ədəd götürməliyik ortaya və nəhayət moda dəyişəcək. Median dəyişəcək. Çünki sıra artdıqca, uzunluğu artdıqca ortada düşən ədədin yeri də dəyişə bilər. Yəni modanın dəyişmə ehtimalı burada yoxdur. 8. Nömrə 8. Aha, A variantı. Deyir ki, modasına görə verilənlərin ədədi ortasını tapın. Bizə deyir ki, moda 6-dır. İndi qulaq burada uşaqlar 2 dənə x var. Əgər bunun modası 6-dırsa, deməli buradakı ədədlər də 6-ymış da. Yoxsa bunun modası həm 6, həm 8 olardı. Deməli bizim məchul ədədlərimiz 6, 6 imiş. Yəni yazırıq belə 3, üstə gəl 5, üstə gəl 6, üstə gəl 6, üstə gəl 8, üstə gəl 6, üstə gəl 8. Neçədən ədəddir? 6, 6, 12, 12 üstə 8, 18, 26, 26-nın üstə 8 gələndə 34, 39, 42. Bu sıranın cəmi 42 eləyir. 42. İndi neçə ədəd var? 3, 6, 7 ədəd oldu. 42-ni də bölürəm 7-yə, eləyir 6. Onda uşaqlar, ədədi orta da 6 oldu. Ədədi orta da 6-ya bərabər oldu. B. Moda 8. İndi moda 8-si təbii ki, bu məchul yerlər 8-dir. Onda yazıram belə 14, üstə gəl 15, üstə gəl 8, üstə gəl 11, üstə gəl 8, üstə gəl 10. Bərabərdir. 29, 29 üstə 11 gələndə 40, 48, 56, 66. Deməli, 66-nı bölürəm. Neçə ədəd var? 1, 2, 3, 4, 5, 6 ədədə. O da eləyir 11. Bu bizim ədədi ortamızdır. Gəldik C-yə. Yenə modası 11-dirsə, təbii ki, buradakı məchul ədədlər 11, 11, 11 olmalıdır. İndi 1, 1, 2, 3, 4 dənə 11 var. 44, bir dənə 1, 45, bir dənə 5, 50, 57, 50-dən 23 gələndə 70. Yəni, mən bir də yazmıram, bu ədədlərin cəmi 70-dir. Elə bir ki, 5, üstə gəl, 7, üstə gəl, ta ki 1-ə qədər bu sıranın cəmi 70-dir. Artıq məndən ədəd orta istəyir deyə bu ədədlərin özü neçədir? Daha doğrusu sırasının önəmi yoxdur. İndi 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədəd var. 3, 6, 8 dənə ədəd var. Qoy bu sıranı bir də toplayayım. Ürəyimdə qurt qaldı. 1, 2, 3, 4 dənə 11 var. 44, bir dənə 1 var. 45, bir dənə 5 var. 50, bir dənə 7 var. Bir dənə də 23 var. Yaxşı ki toplamışam. 8 eləyir. 80 eləyəcək. Çünki 8 dənə ədəd var. Fikirləşdim ki 70 bölünməz axı. 80-də bölürəm 8-ə eləyir 10. Deməli ədədi ortamız 10 eləyər. D variantında eyni qayda ilə olmayan ədədləri 13 kimi düşünəcəyik. 25 üstə gəl. 1, 2, 3, 4 dənə 13 var. 13-ü 4-ə vuranda 52. Üstə gəl. Bir dənə 15 var. Bir dənə də 23 var. Bir dənə də 5 var. Deyirəm ki 28-dir o da. Şimdi bunları da toplasaq. Üstə gəl. 2, üstə gəl.
28. Bu da verir. Bu da verir 120. 120. İndi neçə ədəd var? 8 tane ədəd var yine. 120 de bölürəm 8'e. 15 tane olacak. Ədəd ortamız oldu 15. Aha. Bu da səhifə 103'ün həlli oldu. Uşaqlar, buradan o yana yeni qayda gəlir. Daha doğrusu yəni dərsin davamıdır. Bunu da gələn videolarda göstərərəm. Bura qədər izlədiyiniz üçün çox sağ olun. Hələlik.